Hər vaxtınız xeyir. Efirdə Azərbaycan Saatı studiyada mən Seymur Həzi. Bu dəfəki proqramımızda biz çox mühüm məsələləri müzakirə edəcəyik. Azərbaycan tarixi üçün və taleyi üçün mühüm olan məsələlərdən biri Milli Şuranın yaranmasıdır. Azərbaycan Xalq Cumhuriyyətinin 95 illiyində, yəni 28 mayda Demokratik Qüvvələrin Milli Şurası elan olundu. Milli Şura Azərbaycan tarixində 2 dəfə yaradılıb və buna qədər, yəni 2 dəfə yaradılıb, çox mühüm hadisələrə imza atıb. 1918-ci ildə Azərbaycanın ilk dəfə Respublika yaranmasına nəticələnib, 91-ci ildə isə bu Cumhuriyyət yenidən bərpa olunub və bunda da Milli Şuranın xidmətləri çox böyük olub. Beləliklə, yenidən Milli Şura yaradıldı və bunda Azərbaycanın demokratik sferasının, eyni zamanda bir çox ictimai təşkilatların, qüvvələrin iştirakı təmin edildi. Bu məsələni biz AXCP sədri Əli Kərimli ilə müzakirə edəcəyik. Əli bəy, xoş gördük. Xoş gördük. Əli bəy, bu hadisəni necə şərh edərdiniz? Bu Milli Şuranın elan olunması, yaranması faktı Azərbaycan cəmiyyəti üçün və tarix üçün nədir? Bu böyük bir tarixi hadisədir. Əvvəlcə elə mən də oradan başlayayım ki, bu 3-cü Milli Şura əlbəttə ki, əvvəlki 2 Milli Şuradan fərqlənir bir qədər. Çünki həm 1918-ci ildə, həm 1991-ci ildə Milli Şuralar parlament kimi, dövlət səlahiyyətini həyata keçirdən qurum kimi meydana çıxmışdılar. Bu dəfə Milli Şura müxalifətin geniş koalisiyasının modeli kimi çıxıb ortalığa. Yəni, bu dəfə dövlət hakimiyyətinə iddia etmir birbaşa, hakimiyyətin təmsilçisi deyil, müxalifətin böyük koalisiyasıdır. Amma bu Milli Şurada tarixi bir missiya üçün formalaşıb. Necə ki, 1-ci Milli Şura 1918-ci ildə Azərbaycan dövlətçiliyinin əsasını qoydu, bizim istiqlal bəyannamımızla çıxış elədi. 2-ci Milli Şura müstəqilliyimizin bərpası ilə öz fəaliyyətini yekunlaşdırdı. İndi də 3-cü dəfə Demokratik Qüvvələrin Milli Şurası xüsusi bir missiya ilə formalaşır. Bu missiya Azərbaycanda mövcud avtoritar, qeyri-demokratik rejimin dinc, demokratik yolla, seçkilər yolu ilə demokratiya keçidini təmin eləməkdən ibarətdir. Bax, bu missiya ilə Milli Şura formalaşır və bu çox tarixi bir hadisədir. Ona görə ki, bütün ötən 20 ilin ərzində biz heç vaxt bu qədər mürəkkəb, müxtəlif, çox şaxəli qüvvələri bir araya gətirə bilməmişdik. Bu ötən müddət ərzində müxalifətin çoxlu blokları olub, birliklərimiz olub. Seçkilər ərəfəsində formalaşıb bu birliklər. Amma bunu açıq etiraf eləmək lazımdır ki, 20 il ərzində, ötən 20 il ərzində heç vaxt bu qədər geniş, şaxəli bir birlik olmayıb. Bu baxımdan həm missiyasına görə, həm də miqyasına görə Milli Şuranın formalaşması tarixi bir hadisədir. Əli bəy, siz dediniz ki, bir böyük spektr təmsil olunub və biz də mətbuatdan oxuyuruq, amma konkret bilgilər təbii ki, yoxdur. Amma ümumi şəkildə biz bilmək istəyərdik. Kimlər var bu Milli Şurada? Onun tərkibi kimlərdən ibarətdir? Yəni, kimlər sualı daha çox, mən deyərdim, ideoloji, siyasi proseslərə baxışları nöqteyi nəzərdən kimlər var? Aydındır. Yaxın günlərdə mən inanıram ki, biz Milli Şuranın tam tərkibini, onun siyasi bəyannaməsini mətbuat vasitəsilə bizim tamaşaçılarımıza, oxucularımıza çatdıra biləcəyik. Amma mən ümumi şəkildə, konseptual olaraq deyə bilərəm ki, son illərdə müxalifət olaraq böyük üzərinə məsuliyyət götürmüş İctimai Palata demək olar ki, tam tərkibdə burada təmsil olunacaq. O cümlədən İctimai Palatada təmsil olunan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, İctimai Palatadakı vətəndaş cəmiyyəti. Azərbaycan Ziyalılar Forumu son illərdə çox ciddi bir rezonans yaradıb öz fəaliyyəti ilə. Ziyalılar Forumu demək olar ki, mütləq əksəriyyəti bu prosesdə iştirak edəcək. Rüstəm bəyin rəhbərliyi ilə Rüstəm bəy Ziyalılar Forumunun da həmtəsisçilərindən biridir. El hərəkatı yenicə formalaşıb və həmin hərəkat da bu prosesdə iştirak edəcək. Siyasi qüvvələrin məşvərət məclisində təmsil olunan bir sıra partiyalar var ki, onların da ölkənin siyasi həyatında öz rolu var. Liberal Partiyası, Lalə Şövkətin rəhbərliyi elədiyi Liberal Partiyası, Rəsul Quliyevin rəhbərliyi elədiyi Açıq Cəmiyyət Partiyası, Mir Mahmud bəyin rəhbərliyi elədiyi Klassik Xalq Cəbhəsi Partiyası, onlar da bu prosesdə təmsil olunacaqlar. Amma yalnız siyasi qüvvələr təmsil olunmayacaq bu prosesdə. Ayrı-ayrı cəmiyyətin segmentləri, hissələri burada çox güclü şəkildə təmsil olunurlar. Məsələn, son dövrlərdə ictimai siyasi proseslərdə özlərinə böyük bir missiya götürmüş, vəzifə götürmüş gənclik ciddi şəkildə təmsil olunur bu prosesdə. Müstəqil gənclər təşkilatları, müstəqil blokçular bu prosesdə təmsil olunacaqlar. İnanclı kəsim son illərdə ciddi şəkildə mübarizə verir. Çoxlu sayda siyasi məhbusları var.
həmin bu kəsimin təmsilçiləri bu prosesdə ilk dəfə ölkənin milli demokratik qüvvələri ilə birlikdə təmsil olunacaqlar. Bu qurumların heç birinə aidiyyatı olmayan, amma öz şəxsi fəaliyyəti ilə Azərbaycan cəmiyyətinə yaxşı tanınan ziyalılar, hüquq müdafiəçiləri, müstəqil hüquqşünaslar, vətəndaş cəmiyyətinin fəalları da bu prosesdə geniş iştirak edəcəklər. Və nəhayət azad mətbuatın təmsilçiləri bu prosesdə ən önəmli imzaları bu prosesdə iştirak edəcəklər. Beləliklə fikir verin, bütövlükdə siyasi spektrin ən strukturlaşmış kəsimi, real müxalifəti təmsil edən kəsimi, vətəndaş cəmiyyətinin ən öncül hissələri bu prosesdə iştirak edəcəklər və bu əslində Azərbaycandakı hökumətin qarşısında olan o kontrelitadır ki, bunlar bir araya gəlib, bir təşkilatda birləşirlər. Əli bəy, kontrelita əslində ifadəsi bir keçidimiz üçün asanlaşdırdı vəziyyəti. Ona görə ki, mənim növbəti sualım hədəflərlə bağlı idi. Bu kontrelita hansı hədəflərə çatmaq istəyir? Söhbət ümumi mənada təbii ki, ifadə eləmək olar ki, hakimiyyəti dəyişmək, ölkədə demokratik bir hakimiyyət qurmaq. Amma mən istəyərdim xırdalıqları ilə Azərbaycan tamaşaçılarına da aydın olsun ki, bu Milli Şuranın hədəfləri nədir? Yəni, Azərbaycan vətəndaşı bu təşkilatdan, birlikdən, hərəkatdan nə gözləsin? Bilirsiniz, biraz əvvələ qaydaq, hər ehtimala qarşı izah edək ki, necə oldu Milli Şuraya ehtiyac yarandı? Axı, birliklər var idi, partiyalar var idi, vətəndaş cəmiyyəti öz işini görürdü. Əgər heç olmasa Azərbaycanda bir yarım demokratik şərait olsaydı, heç bəlkə də belə bir böyük, nəhəng birliyə ehtiyac olmazdı. Partiyalar, bloklar, birliklər fəaliyyət göstərərdilər, seçkiyə qatılardılar, udardılar, uduzardılar. Amma Azərbaycanda hətta yarım demokratik şərait də yoxdur. Azərbaycanda klassik avtoritar bir üsul idarə var. Hər cür özgə fikirliyə, müstəqil fikrə, dözümsüz olan bir idarəetmə var. İstənilən seçkini saxtalaşdırmağa hazır olan, bu istiqamətdə peşəkarlaşmış bir komanda iş başındadır. Ona görə də seçkilərə də 4 ay yarım vaxt qalıb. Belə bir vaxtda biz sadəcə oturub gözləyə bilmərik ki, oktyabr ayının 15-i gəlib çatsın. Həmin bu peşəkar saxtakarlar növbəti seçkində saxtalaşdırsınlar. Bizim müqavimətimiz də yetərsiz olsun. Deməli, bu situasiyaya uyğun olaraq indiyə qədər atılmamış bir qədər qeyri-adi bir addım atılmalıdır. Daha böyük bir birlik yaranmalıdır. Niyə görə bu birlik yaranmalıdır? Daha böyük qüvvəni səfərbər edə bilsin. Əgər bu günlərim siyasi partiyaların ayrı-ayrılıqda, blokların, vətəndaş cəmiyyətinin ayrı-ayrılıqda tələblərini rejim qulaq ardına vura bilirsə, bizim məqsədimiz elə böyük bir xalq hərəkatı formalaşdırmaqdır ki, rejim artıq onun tələblərini qulaq ardına vura bilməsin və məcbur olsun ki, demokratik seçkilərin önünü açsın. Bunu xüsusi vurğulamaq istəyirəm. Milli Şura müstəsna olaraq öz məqsədinə dinc vasitələrlə, konstitusiyon vasitələrlə çatacaq. Bu bir mənalıdır. Necə indiyə qədər biz müstəsna olaraq dinc vasitələrdən istifadə etmişik, bundan sonra da belə olacaq. Amma bu dinc vasitə, xüsusən seçki vasitəsi, niyə indiyə qədər effektsiz idi, indi effektli ola bilər? Biz düşünürük ki, hamının bir araya gəlməsi elə bir qüvvətli mesajdır ki, bizim seçiciyə, bizim sadə vətəndaşımıza. Onlar hamısı bu mesajı alacaqlar ki, artıq bir şeylər dəyişir. Hətta dünənə qədər bir arada olmayan, bir otaqda oturmayan, bəziləri hətta bir-birinə salam verməyən, siyasi qüvvələr hamısı bir araya gəlirlər. O məqsədlə ki, Azərbaycanda demokratiyaya keçid təmin olunsun. Əli bəy, niyə məhz təkcə Azərbaycan seçicisinə, vətəndaşına, sizcə Milli Şura həm də elə bu hakimiyyətin müəyyən mənada girovluğunda olan təbəqə var. Hakimiyyət onun üzərindən varlanmağa, bir qrup adam onların üzərindən varlanırlar. Amma böyük bir məmur təbəqəsi var. Biz ayrı-ayrı sosial şəbəkələrdə izləyirik və məlum olur ki, onlar da narazıdırlar. Bəli. Milli Şura bununla bağlı nə fikirləşir? Ümumiyyətlə, yəni, belə bir konsepsiya olacaqmı bütün təbəqələrə? Əlbəttə, olacaq Seymur bəy. Mən əvvəlcə o hədəflərlə bağlı fikri yekunlaşdırmaq istəyirəm ki, deməli, bizim əsas hədəfimiz ümumxalq demokratik mübarizəsini təşkil etməklə, kütləvi xalq hərəkatının dəstəyi ilə Azərbaycan hökumətini müəyyən demokratik dəyişikliklərə sövq etməklə, demokratik seçkilərə şərait yaratmaq, seçkilərdə qalib gəlmək, sonra da müəyyən bir keçid dövrü ərzində yeni konstitusiya hazırlayıb, yeni, daha demokratik seçkilər keçirilməsinə nail olmaq. Deməli, yuvarlaq, sadə ifadə eləsək, əsas məqsəd bu qədər müxtəlif qüvvə ona görə bir araya gəlir ki, biz seçkilərin demokratik keçirilməsinə nail olub, hakimiyyət dəyişikliyinə nail olaq. Buna nail olmaqdan ötürü, bu hədəfdən ötürü biz bir araya gəlmişik. Və bizim bir araya gəlməyimiz, Milli Şuranın yaranması
öz-özlüyündə ən çox müxtəlif subyektlərə mesajdır. Bax, siz dediniz, məsələn, məmurlara, hətta bugün hakimiyyətin böyür başında olan bir çox insanlara da burada mesajlar var. Nədir? O adamlar fikirləşirdilər ki, onların başqa çarəsi yoxdur. Onlar girovdular, heç bir alternativ yoxdur. Onlar hökumətin istədiyi hər şeyi eləmək məcburiyyətindədirlər. İndi biz onlara mesaj veririk ki, artıq bu hökumətin əbədi olmayacağı gün kimi aydındır. Dəyişikliklər labüdləşir, alternativ formalaşıb və siz də vicdanınıza tərs gələn işləri görməyə məhkum deyilsiniz. Sabotaj eləyin həmin o tapşırıqları, yerinə yetirməyin o tapşırıqlar ki, qanuna ziddir. O tapşırıqlar ki, zor üzərində söykənib. Siz onların icraçısı olmayın. Bu bizim həmin adamlara mesajımızdır. Bizim burada bir araya gəlməmizin öz vətəndaşlarımıza və beynəlxalq aləmə də mesajları var. Bunu açıq danışaq. Elə öz ölkəmizin daxilində də bir çox mübarizə aparmaq istəməyən, özünü riskə atmaq istəməyən, mən bir təhər öz başımı qoruyum, görüm kimsə bu demokratiyanın da önün açar, nə tələsikdir deyə düşünən bir çox adamlar öz fəaliyyətsizliklərini bəhanə edirdilər ki, bir sıra hallarda müxalifət bir araya gəlmir, biz ona görə bir şey eləmirik. Müxalifət bir araya gəlsin, o zaman biz hamımız qoşulacağıq. Bu çox adam deyil, amma müəyyən belə adamlar vardı. Biz onların bəhanəsini kəsdik. Amma böyük bir çoxluq var ki, onlar səmimi şəkildə düşünürdülər ki, bugün meydanda olan partiyalar sağ olsunlar, böyük fədakarlıq eləyirlər. Amma onların gücü yetmir axı. Mən gedib şəxsən qoşulsam da yenə onlar məğlub olacaqlar. Onlarda ümid yox idi ki, qələbiyə ümid, inam yox idi. İndi biz həmin o mübarizə aparmaq istəyən, amma inamı olmayan, ümidi olmayan adamlara o inamı, ümidi veririk ki, görün nə qədər müxtəlif şəbəkələrin insanları bir araya gəliblər. Deməli, əgər bu qədər müxtəlif qüvvələr qarşılıq kompromis tapıb bir araya gəliblərsə, artıq bundan sonra nəyi bəhanə edib mübarizə aparmayacağıq biz. Hamı istəyir ki, bu ölkədə dəyişiklik olsun. Bu dəyişiklikləri hamı istəyir. Eləcə də beynəlxalq aləm üçün buradan çox ciddi mesajlar var. Bilirsiniz, beynəlxalq aləm əlbəttə ki, bir mənalı deyil, yeşcins deyil. Bir çoxları var ki, idealistdirlər, onlar istənilən halda demokratiyanı, insan haqlarını, haqqı, hüququ müdafiə edirlər, elə günü bu gündə. Rejimi ifşa edirlər, korrupsiyanı ifşa edirlər, bizim hüququ pozulanlara arxa olurlar. Bir hissəsi realistlərdir, onlar fikirləşirlər ki, yaxşı olardı ki, demokratiya olsun Azərbaycanda və biz demokratik bir hökumətlə tərəfdaş olaq, müttəfiq olaq. Amma əgər bir halda ki, qarşımızdakı qeyri-demokratikdir və onun da güclü bir alternativi yoxdursa, bizə ümid verən alternativi yoxdursa, o zaman biz məcburuq bugünkü hökumətdən işləməyə. Mən bu sualı verəcəkdim sizə. Bu alternativ deyəndə söhbət nədən gedir? Doğrudan da formalaşmış, yaradılmış bir komandadan, yoxsa sadəcə olaraq belə deyək də, mübarizə üçün bir yerə toplaşmış adamlardan. Bu xalq üçün mənə gəlir ki, aydın olmalıdır. Bilirsiniz, biz əgər seçkilərə 4 ay yarım qalmış, bir araya gəlmişiksə, hətta o adamların, bir araya gəlmiş adamların şəxsi münasibətindən necə olmağından asılı olmayaraq, bu adamlar bir komanda kimi işləmək məcburiyyətindədirlər. Mən əminəm ki, biz bir komanda kimi işləyəcəyik. Bunun başqa alternativi də yoxdur. Başqa cür düşünənlər gərək birləşməzdilər. Bir halda ki, seçki ərəfəsində biz birləşmişik, biz vahid komanda kimi işləməliyik. Milli Şuranın alternativ komanda saymaq olar. Bəli, mən hesab edirəm ki, bu belə olmalıdır. Əgər kimlərsə, ola bilər bir neçə nəfər adam tapılar ki, belə təsəvvür eləməsin. Amma mən əminəm ki, xalqımızın bizdən sifarişi də budur, gərəkəni də budur, zəruri olanı da budur ki, biz vahid komanda kimi fəaliyyət göstərərik və həmin o dünyadakı realistlər düşünəcəklər ki, indi dünənə qədər ciddi bir alternativ yox idi. Biz hamımız narahat idik ki, bu hakimiyyətə bir şey olanda orada sabitliyi pozular, ayrıca bir partiyanın ölkədə sabitliyi, istiqrarı saxlamağa gücü çatmaz, bəlkə idarə etmədə komandası yetərli olmaz. Amma bu gün çox böyük bir koalisiya var artıq. Deməli, həm də bu koalisiya quruculuğu bilirsiniz, bizim xalqımıza, dünyaya da bir mesaj daxil ki, Azərbaycan siyasətçiləri göstərirlər ki, onlar qarşılıqlı kompromisə gedə bilirlər. Ən çox Azərbaycanda stereotipləşmiş nədir? Hökumətin təbliğatı nəticəsində. Azərbaycan siyasətçiləri çox ambisiyalıdırlar, onlar heç vaxt birləşməzlər, bir-birinə güzəştə getməzlər. Milli Şuranın önəmi həm də ondadır ki, Milli Şuranın formalaşmasında qarşılıqlı kompromislər, güzəştlər əldə olundu. Biz bu siyasi mədəniyyətin indi formalaşdırırıq Azərbaycandakı. Bəli, siyasi qüvvələrin liderləri güzəştə getmək məcburiyyətini hiss edirlər, bir-birinə güzəştə gedirlər. Qısa cavab verin, xahiş edirəm. Bu alternativ komanda
ölkədə siyasi sabitliyi təmin eləməyə hazırdırmı, qadirdirmi? Yəni sizin cavabınız lazımdır. Mən əvvəlcə onu deyim ki, ölkədə demokratiya keçid dövründə, həmin o keçid mərhələsində sabitliyi qoruyub saxlamaq bu Milli Şuranın əsas vəzifələrindən biridir. Və biz şübhəsiz ki, çalışacağıq ki, o vəzifənin öhdəsindən gələk. Mən bugünkü tərkibə baxıram, hesab edirəm ki, bugünkü tərkiblə ölkədə demokratik seçkiyi keçirmək, qalib gəlmək və sonra da normal qaydada o demokratik islahatları sabitlik şəraitində həyata keçirmək iqtidarındayıq. Belə demək olar, sonunda bu proses elə stadionu təmizləməyə bənzəyir hələ. Qaçış, yəni yarış qabaqdadır demokratik. Əlbəttə. Bilirsiniz, mən çox şad oldum ki, Milli Şuranın yaranmasına çox belə pozitiv reaksiya oldu vətəndaşlardan, xüsusən sosial şəbəkələrdə bizim bunu izləmək imkanımız oldu ki, minlərlə, 10 minlərlə, bəlkə 100 minlərlə insan həddindən artıq sanki bir rahatlamış kimi, arzusuna qovuşmuş kimi qiymətləndirdilər Milli Şuranın yaranmasını. Bu mənə xoş oldu, bu işin təşkilatçılarından biri kimi. Amma açığı biraz da narahat oldum ki, bəlkə bəzi vətəndaşlarımız elə bilir ki, Milli Şuranın yaranması ilə bu dəyişikliklər az qala avtomatikləşəcək. Bu öz-özünə baş verəcək, çox asanlıqla baş verəcək. Xeyr, Milli Şuranın formalaşması müxalifətçilər üçün, hökumət əleyhdarları üçün gözəl bir mexanizm olacaq. Amma bu mexanizmi yenə də sən, mən, o, vətəndaşlar işlətməlidirlər. Biz hamımız fədakarlıq eləməsək, kütləvi şəkildə mübarizədə iştirak eləməsək, yenə də Milli Şura özü də zəifləyə bilər. Ona görə də vətəndaşlar öz missiyalarını bilməlidirlər. Mən üzr istəyirəm, fikri çatdırım. Bu yaxınlarda ayrıca bir yazı da yazmışdım bununla bağlı ki, Oxudum, arxayınlaşmasınlar və xilaskarla bağlı. Bilirsiniz, bizim cəmaatımızda bəzən belə hallar olur. Biz bəzən özümüz də şuurlu şəkildə kiminsə fəaliyyətini biraz olduğundan da artıq qiymətləndiririk, ruhlandırırıq adamları və adamların bir çoxunda belə ümid yaranır ki, filan kəs çox yaxşı çalışır, çox mübariz adamdır, əqidəli adamdır, sınmadı, qorxmazdı və s. və ilaxır, o bizi xilas eləyəcək. Bu bir yanlış. Hansısa partiya çox aktiv fəaliyyət göstərir, bütün maniyələri aşır, təşkilatlanır, susturmaq olmur, prinsiplərindən dönmür. Kimdəsə fikir yaranır ki, bu bizi xilas eləyəcək. İndi Milli Şura hamını bir çətir ətrafında birləşdirir, adamlarda fikir yaranır ki, bu bizi xilas eləyəcək. Mən ona qarşı yazı yazdım ki, bu xilaskarı axtarmayın kənar yerdə. Azərbaycan xalqı xilaskar olmalıdır. Azərbaycan xalqı özünə deməlidir ki, mənə layiq deyil ki, 95 il bundan qabaq mənim babalarım bütün şərq müsəlman dünyasında respublika qurub. İndi 95 il keçəndən sonra Afrikanın da yarısında demokratiya var. Asiyada demokratikləşib. Artıq diktaturaları barmaqla sayırlar. Amma Azərbaycanda bir ailə hakimiyyəti mövcuddur. Özdə ölkəni orta əsr qaydaları ilə idarə edir. Mən də buna susmaqla barışıram. Bu bizim Azərbaycanlı olaraq şərəf məsələmiz olmalıdır. Və biz Azərbaycanlılar hamılıqla fikirləşməliyik ki, bax bu ictimai siyasi elita öz üzərinə düşənin bir hissəsini elədi. Bir araya gəlib hamı. Bütün keçmiş olan söz-söhbətləri bağlayıb. Hamı umuşsuzunu götürüb aradan. Milli Şurada birləşib. İndi bu Milli Şurada birləşmiş qüvvələrə cani dildən, ürəkdən, ölkənin bütün regionlarında, bütün təbəqələrində bu dəstəyi vermək lazımdır ki, Azərbaycanın demokratiyaya keçidi tezləşsin və demokratik qaydada olsun. Əli bəy, hamı sizin tərəfdarlarınız deyil təbii ki, və əleyhdarlar da var, oponentlər də var, onların da fikirləri var. Mən onlardan birini sizin diqqətinizə çatdıracağım və mümkünsə cavab verərsiniz. Vahid namizədlə bağlı yazırlar, sosial şəbəkələrdə və hər yerdə, ayrı-ayrı portallarda, indi bilirsiniz ki, hakimiyyətin xeyli saytları var. İndi onlar çap mətbuatından imkanları itiriblər təsir eləməyi. İndi amma elektron mətbuat vasitəsilə fikirlərini yayırlar. Belə bir fikir var ki, Vahid namizəd məsələsində Milli Şurada bir tormozlaşma olacaq. Yəni, bu proses getməyəcək. Milli Şura ümumiyyətlə bu müzakirə olunubmu və yaxud da olunacaqmı? Olunacaqsa perspektivləri nə olacaq? Belə başa düşdüm ki, bu hökumət təbliğatçılarının yapışdığı axırıncı o saman çöpüdür, boğulmamışdan qabaq yapışdıqları. Çünki indiyə qədər təbliğat onun üzərindədir ki, bunlar birləşən deyirlər. Neçə illər bu təbliğat apardılar ki, bu müxalifətçilər birləşməyəcəklər. İndi axı bunların proqnozu səhv çıxdı, biz birləşdik. Allah qoysa bu proqnozlarda səhv çıxacaq. Biz vahid namizəd irəli sürə biləcəyik. Bilirsiniz Seymur bəy, siyasətçilərin də çox böyük məsuliyyəti var xalq qarşısında. Mən bunu bütün həmkarlarıma çatdırıram. Dəfələrlə bu barədə danışmışam. 4 ay yarım seçkiyə vaxt qalıb.
4 ay yarım seçkiyə vaxt qalıbsa, bu ölkənin bir nömrəli məsələsi müxalifət üçün qarşıdan gələn seçkilərdə necə iştirak eləmək məsələsi olmalıdır. Biz əgər 4 ay yarımdan sonra keçiriləcək seçkiyə vahid namizədlə getməyəcəksə, o zaman bu məqamda birləşmənin mənası nə olardı? Mən hesab edirəm ki, biz hamımız üzərimizə düşən bu məsuliyyəti dərk eləyəcəyik və vahid namizəd Milli Şuradan çıxacaq. Mən buna tam əminəm, əlimdən gələndə eləyəcəm bundan ötürü və mən hesab edirəm ki, artıq o ovqat da var. Azərbaycan xalqı bizdən bunu istəyir. Sizin yadınızdadır, Novxanıda minlərlə insan vardı Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qarşısında və o gün gözləyirdilər ki, Milli Şura elan olunsun. Bəzi məsələlər vardı, xırda məsələlər həll edə bilməmişdik. Həmin o minlərlə insan necə tələb irəli sürdülər ki, bu saat, bu anda Milli Şura elan olunsun. Oradaydınız, iştirak edirdiniz. Biz də gördük bunu. Demək istəyirəm ki, məsələn, və bizim sonraki prosesin sürətlənməsinə bunun təsiri də oldu. Sosial sifariş, xalqın sifarişini siyasətçilər qulaq ardına vura bilməzlər. Biz demokratik qüvvələrik. Hökumət bunu eləyə bilər. Çünki hökumət nə seçkini sayır, nə ictimai rəyi sayır, nə xalqın sosial sifarişini sayır. Amma biz demokratik qüvvəyik. Xalqın bizdən bugün tələbidir ki, qalib gəlməkdən ötürü içinizdən bir nəfər vahid namizəd çıxardın və mən əminəm ki, biz bunu eləməyi bacaracağıq. Mən yenə sizin oponentlərinizin bir fikrini də, yəni tezisini daha doğrusu səsləndirəcəm. Onlardan biri Milli Şuranın xarici siyasəti ilə bağlıdır. Buyurun. Ki, Milli Şura güya hansısa xarici dövlətdən ad çəkirlər. Mən də ad çəkəcəm. Rusiyadan güya qidalanır ideoloji baxımdan, ideya baxımından. Mən bunu özüm üçün araşdırmışam təbii ki. Bir jurnalist olaraq o mətbuatda o tendensiyanı haldan necə qaynaqlanır, gəlir bu yazılar. Amma bunu təbii ki ifadə edə bilmərəm. Sizdən cavab istəyirəm buna. Milli Şuranın yaranması zəmin etibarı ilə və indi hədəflədiyi münasibətlər sistemi, beynəlxalq münasibətlər sistemi nədir? Əvvəlcə bu böhtan haqqında danışaq. Bu böhtandır. Milli Şura Azərbaycan xalqının içindən çıxan bir quruluşdur. Bəlkə bir ildir ki, mən elə sizin studiyada da dəfələrlə müxalifətin böyük birliyindən danışmışam. Gənclərlə görüşürəm, müxalifətin böyük birliyini əsaslandırıram. Partiya qurumlarının qarşısına çıxış edirəm, müxalifətin böyük birliyini əsaslandırıram. İctimai palatada bizim neçə bu mövzuda dinləmələrimiz keçirilib. Müxalifətin böyük birliyinə nail olmaq bizim içimizdən gələn bir tələbdir. Biz bunu çarə kimi düşünmüşük. Rüstəm İbrahimbəyov bu təkliflə çıxış eləyəndə biz hamımız düşündük ki, bu Azərbaycanın hal-hazırda ən tanınmış ziyalısıdır və siyasi partiya lideri deyil, siyasi iddiası yoxdur, ona qısqanmırlar. Əgər bizim çox təəssüf ki, belə bir zəif cəhətimiz də var. Hər hansı siyasi partiya lideri çox ağıllı bir fikir irəli sürsə də, başqaları biraz ayaqlarını sürüyürlər onu müdafiə eləməyə. Bəli, fikirləşirlər ki, mən niyə başqasının ağıllı da olsa fikrini dəstəkləyim? Ona rəqib kimi baxırlar. Amma Rüstəm bəy axı siyasətçilər rəqib kimi baxmır. O siyasətçi deyil, siyasi iddiaları yoxdur. O Azərbaycanın ən tanınmış bir ziyalısıdır. Və o bu təşəbbüslə çıxış eləyəndə biz dərhal fikirləşdik ki, elə bu bizim təbliğ elədiyimiz müxalifətin böyük birliyidir də. Biz onun adını da bir qədər korrekt elədik. Çünki təklif birinci dəfə Milli Şuradan gedirdi, amma biz indi qurduğumuz demokratik qüvvələrin Milli Şurasıdır. Və başladıq bu işi götürdük aparmağa. Və bu prosesin əsas məhvərində, sütununda dayanan qüvvələrdən biri Xalq Cəbhəsi Partiyası. Əbülfəz Elçibəyin liderliyi ilə qurulmuş, Azərbaycana müstəqillik gətirmiş, həmin Rusiyadan Azərbaycanın müstəqilliyini əldə eləmiş qüvvə. Digər biri Müsavat Partiyası. Böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu, əsrin 20-ci əsrin əvvəlində Rusiya imperiyasından Azərbaycanı xilas edib, ərazidən vətən, respublika qurmuş bir siyasi qüvvə. Və bu gün də Rəsulzadə Elçibəy yolunda olan qüvvələr bu təşkilatlarda və bizim ətrafımızda. Bizim olduğumuz prosesi dünənə qədər həmin o ölkəyə xidmət edən, həmin ölkənin dostluq ordenini daşıyan şəxsdən təlimatlar alan adamların hansı mənəvi haqqı var ki, bu qüvvələrin o içində olduğu, qurduğu, müəlliflik elədiyi projeye Rusiya projesi desinlər. Bu tamamilə absurd bir fikirdədir. Bizim mövqeyimiz bir mənalıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası, bizim müttəfiqlərimiz, biz dönə-dönə demişik ki, biz Azərbaycanın müstəqilliyi bizim üçün ən vaz keçilməz məsələdir. Ərazi bütövlüyü. Və sonra da biz Azərbaycanın gələcəkdə inkişafının perspektivini Avropa ailəsinə, Avro-inteqrasiyada görürük. Avro-Atlantik məşana inteqrasiyada görürük. Bu bizim sabit mövqeyimizdir, açıq mövqeyimizdir. Biz yüz minlərlə insan bizim mövqeyimizi bilir.
Ola bilər ki, orada Milli Şurada təmsil olunan adamların hamısının, məsələn, geopolitik baxışları mənimlə üst-üstə düşməyəcək. Amma biz burada geopolitika üzrə diskusiyada aparmaqdan ötürü bir araya gəlmirik ki. Azərbaycanda demokratiya gətirmək ümummilli vəzifədir, bəli. Azərbaycanda demokratik bir şəraiti yaratmaq, dinc yolla buna nail olmaq ümummilli vəzifədir, bəli. Və Milli Şuraya daxil olan qüvvələr artıq bu barədə razılığa gəliblər. Yaxın günlərdə Milli Şuranın bəyannaməsi çap olunacaq və orada hər kəs görəcək ki, Milli Şuranın təsisçiləri hələlik layihədə nəzərdə tutublar ki, Milli Şura Azərbaycanın böyük Avropa ailəsinə inteqrasiyasına çalışacaq. Gələcəkdə də vaxtı çatanda, o mərhələ çıxanda qarşımıza Avropa Birliyi ilə bağlı, NATO ilə bağlı başqa qərarlarımız da referenduma çıxarılmaqla xalqımızın iradəsi ilə həll olunacaq. Yəni Azərbaycanın indiyə qədər demokratik düşərgəsinin apardığı geopolitik siyasət davam edəcək. Eyni zamanda biz qonşularımızla da bütün Azərbaycanda marağı olan hər kəslə də normal münasibətlərə can atacağıq. Bizim Azərbaycan balaca bir dövlətdir. Biz indi Azərbaycan hökumətini təqlid edib, onlar kimi Azərbaycanı izolyasiya etməliyik. Mən burada sözünü kəsib sualı dəqiqləşdirmək istəyirəm. Daha doğrusu xırda bir sual vermək istəyirəm. Rusiyaya münasibət konkret olaraq. Yəni, bu Rus xalqına münasibətdir, yoxsa Rusiyadakı imperialist düşüncəyə münasibətdir, yoxsa yəni, biz çox əsrlik bir qonşuluq tarixi var. Əlbəttə, Seymur bəy, bizim çox əsrlik qonşuluğumuz var, hal-hazırda böyük sərhədimiz var, mədəni tarixi əlaqələrimiz var, milyonlarla Azərbaycanlı bu gün də Rusiyadan dolanır, bunlar hamısı bağlardır, amma xalqımızda bir ehtiyatlılıq var, çünki axı bizim müstəqilliyimizi başqa təhdid edən yoxdur. Rusiyada birdən bu imperiya meyilləri güclənsə, Rusiya yenidən özünü imperiya eləmək fikrinə düşsə, o saat biz gözünə sataşarıq da, qonşuluqda yox. Ona görə bizim özünü qoruma instinktimiz var və olmalıdır bu. Amma, üzr istəyirəm, amma özünü qoruma instinkti, müstəqilliyimizi qorumaq hissi bizi hər yerdə düşmən axtarmaq hissinə, paranoya aparıb çıxarmalı deyil də. Bilirsiniz, indi məsələn Azərbaycan hökuməti görün, nə qədər səriştəsiz bir siyasət həyata keçirdi. Şərq, qərb, cənub, şimal hamı ilə qarşı durma şəraitinə gəlib çıxıb. İndi ağıllar gəlib başlarına qismən hər yerə bir heyət göndərirlər. Harada pul qəbul olunur, pulla göndərirlər. Harada hədiyyə keçir, hədiyyə ilə keçir, göndərirlər. Harada hörmətli adamlar lazımdır, hörmətli adamlar göndərirlər. Və indi istəyirlər ki, bu təcriddən qurtarsınlar. Amma Azərbaycana rəhbərlik edən qüvvənin əsas işi Azərbaycanın dostlarının sayını artırmaqdır. Azərbaycan o qədər də böyük olmayan bir dövlət, torpaqlarını da 20% işğal altında, əhalisindən deyən milyonlarla hissəsi orada-burada çörək qazanır. Azərbaycanın nəyinə yaraşır bu qədər özünə düşmən qazansın? Azərbaycanın dostu çox olmalı və bizim Milli Şurada aparacağımız siyasət ona yönələcək ki, Azərbaycanda marağı olan bütün qüvvələr Azərbaycanın dostu olsunlar. Mən Azərbaycan hökumətinin ən radikal tənqidçisinə maraqlı bir sual verəcəm və bu sual niyə maraqlıdır? Çünki konkret olaraq indi Milli Şura Azərbaycanda demokratik dinc keçidi hədəfi. Bəli. Azərbaycan hökuməti bu yolu tutsa, yəni, mən demirəm ki, xoşluqla, tutaq ki, xalqın müqavimətinə görəndən sonra bu yolu tutsa, bu siyasi uzlaşmaya münasibətiniz necə olacaq? Çox normal. Bizim Azərbaycan hökumətinə ilə müraciətimiz budur. Baxın, indiyə qədər çox cinayətlər törədiblər. Bunu açıq demək lazımdır. Ayrı-ayrı insanlara qarşı, siyasi qüvvələrə qarşı, müstəqil insanlara qarşı, iqtisadi baxımdan özəlləşdirmə zamanı nələr. Nə qədər cinayətlər törədiblər. Ölkənin var dövlətini talan ediblər. Amma bir gün yenə ağılları ona çatsa, dayansalar, bizim tərəfimizdən normal münasibət görəcəklər. Niyə görə? Çünki biz qarşıdurmanın ölkəni geriyə atacağını düşünürük. Biz sərt qarşıdurma şəraitində ölkədə hakimiyyət dəyişikliyi olmağını istəmirik. Biz bu Azərbaycanı çox sevirik. Bilirsiniz, indi bu saat Azərbaycan hökumətində bir qrup adamlar vətənpərvərlik təbliğatının arxasında öz çirkin məqsədlərini gizlətməklə məşğuldurlar. Vətənpərvərlik maskası taxıblar. Azərbaycanın müstəqilliyinə aidiyyəti olmayan, Qarabağ uğrunda savaşlara aidiyyəti olmayan, qorxusundan Azərbaycana gələ bilməyən adamlar indi vətənpərvərlik maskası taxıblar. Amma biz bu qüvvələrin məhvərində olan insanlar o bayrağın qaldırılmasından ötürü hər cür məşəqqəti yaşamış insanlarıq. Azərbaycan dövləti üçün canımızdan keçməyə hazır insanlarıq. Və biz Azərbaycan dövlətinin bir xaosa qarşı durmaya, vətəndaş qarşı durmasına, vətəndaş müharibəsinə getməsinə qətiyyən razı deyilik. Biz hətta hakimiyyəti ona görə bir dəfə itirmişik ki, Əbülfəz Elçi bəy hakimiyyəti ona görə müdafiə eləməyib axıra qədər ki, vətəndaş qarşı durması və vətəndaş müharibəsi olmasın. Yəni bizim üçün
vətəndaş sülhü bu qədər önəmlidir. Və buradan tam məsuliyyətlə bildirirəm ki, bütün elədiklərinə rəğmən demokratik seçkiyə razılaşsalar, demokratik qaydada xalqın iradəsinin ortaya qoyulmasına nail olsalar, o zaman hesab edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələrin uzlaşmasını əldə eləmək olar. Çox sağ olun, Əli bəy, studiyamıza gəldiyinizə görə. Hörmətli tamaşaçılar, həm söhbətimiz AXCP sədri Əli Kərimli idi. Biz onunla maraqlı söhbət elədik və mənim üçün daha doğrusu ən maraqlısı bu oldu ki, Azərbaycan hakimiyyəti də, müxalifəti də hələlik bir uzlaşma nöqtəsi tapa bilərlər. Söhbət Azərbaycanın taleyindən, demokratiyanın taleyindən, insanların gələcəyindən gedir. Əlbəttə, tarix çox önəmlidir, amma gələcək qədər deyil. Siz də gələcəyiniz üçün, haqqınız üçün mübarizə aparın. Firavan demokratik Azərbaycan sizə qismət olsun. Bu təkcə arzu deyil, həm də haqdır, hüquqdur. Sağ olun, sağlıqla qalın. Növbəti proqramlarda görüşənə kimi.